Qonaqlıq və bayram süfrələrinin vazgeçilməz salatı paytaxt salatı hazırlayırıq. Video uzun olmasın deyə doğrama hissələrini burada çəkməmişəm. Ölçüləri videonun alt qismində qeyd edəcəm. Çekici hazırlanma qaydasına. Kökü, kartofu, yumurtanı, toyuq filesini qaynadıram. Xırda-xırda doğrayıb bir qazana əlavə edirəm. Toyuq filesini mən blenderdən keçirtmişəm. Yaşıl noxud, xiyarın bərk hissələrini doğrayıram və kağız dəsmal üzərində quruduram ki, salatım su salmasın. Əgər paytaxt salatınız qalanda suyu salmasın deyirsinizsə, o zaman bu yaş ərzaqları qurutmaq lazımdır. Və salatın göyərməməsi üçün yumurtanın sarısından istifadə etməyin. Mən ona görə də hər zaman yumurtanın ağından istifadə edirəm. Bunların hamısını qazana əlavə edib üzərinə 1 torba mayonez və 4 qaşıq smetana əlavə edirəm. Duz, istiot zövqə görə əlavə edə bilərsiniz. Bir dəstə şüyüdü yuyub, yaxşıca quruladıqdan sonra doğrayıb xırda-xırda salatımızı əlavə edirəm. Həqiqətən də bu salatı əminəm ki, sevməyən yoxdur. Bütün bayram və qonaqlıq süfrələrində hər kəsin evində hazırlanır. Həm çox doyumlu, həm də demək olar ki, evdə olan ərzaqlardan hazırlanır. Qeyd edim ki, toyuğun sinə ətini dana əti ilə də əvəz edə bilərsiniz. Bu da bizim möhtəşəm görünüşlü paytaxt salatımız. Siz də hazırlayıb nuş edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Hər kəsdən xahişim, videonu izləyən hər kəs videoya like atmağı unutmayın. 2026-cı il hər birimizin evin ruzi, bərəkət, sağlıq gətirsin. İnşallah ki, yeni videolarda, yeni ildə görüşənədək dadlı və ləzzətli reseptlərdən xəbər tutmaq üçün səhifəmi izləmədə qalın. Hələlik.